Sinədən sonra gəlirik çiyin məşqimizə. Çiyin məşqimizdə də bildiyimiz kimi mən ki, baza işləmək istəyərdim. Hətta 99.9% ehtimalla baza işləyəcəm. Amma o aparat işləməlidir. Çünki o xanımdır, bu dəqiqə onu sıxmaq gücü yorulur. Qadınlarda bilirsə, aşağı nayə, yuxarıya nisbətən daha güclü olur nisbətdə. Hər kəsin elədiyi yanlışı mütləq ki, bu da eləyəcək. Diqqətlə izləyin. Baxın. Hərəkəti icra eləməyə başlar. Elə, qaldır. 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 Hop, 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 hop. İndi elə, elə. Fikir verdiniz, dirsəyi hara getdi? Sıxındırıqdan. Dirsək, bunu izah eləmək istəyirəm sizə. Burada məqsəd bir saat deyəsən ki, çiyin işləyək. Baş beyni xarab eləmişəm, bu da sən çiyin işləyərdin. Bax, uşaqlar, əksəriyyətin elədiyi yanlış babır. Dirsək arxaya gedir, dirsək arxaya getməməlidir. Dirsək qabaqda qalmalıdır. Belə çiyin yoxdur, uşaqlar. Vallah belə çiyin yoxdur. Bax, oturdum, düşdü, hop, sıxdım. Düşdü, hop, sıxdım. Düşdü, hop, sıxdım. Belə yox. Belə. Bax belə. Hop, onda fərqə bax. Buna bax. İndi buna bax. Çiyin əzələmizin yaxşı sıxılmağını istəyiriksə, hərəkəti yanlış icra eləmək lazım deyil. Düzgün icra eləmək lazımdır. Bir saatdır mazgimi xarab eləyib ki, burada bütün beynimə işlədi ki, çiyin işləyək, çiyin işləyək, bunu işləyək. Mən də ki, işləyəcəklə səbirli oldu. İndi gəldik çiyinə, işləyə bilmədim. Mən bilirəm də nə verirəm, nəyi nədən sonra verirəm. Matı.